Salam. 2026-cı ildə Respublika fən müsabiqələrinin kimya fənni üzrə final mərhələsi keçirildi və final suallarının bəzi hissələrini sizlərə izah eləmək istəyirəm. Bu suallarda ciddi problemlərlə yanaşıb dərslikdən kənar suallar da var. Halbuki deyilmişdi ki, Təhsil İnstitutunda bu imtahanların təşkili ilə bağlı məsul şəxs olan Tural müəllim demişdi ki, suallar 7-ci sinif dərsliyindən olacaq. Yəni bunu deyib, ondan sonra bu cür təşkil olunmağı bu imtahanın, yəni şagirdlərə qarşı ciddi ədalətsizlikdir. Və bir çox belə adının qabağına RFO hazırlığı yazan müəllim də götürüb sualları görə izah eləyirlər. Heç biri analiz, bir araşdırma eləmədən, elə qabağına nə qoyulsa onların istədiyinə uyğun həlləri yazırlar. Halbuki uşaqların analitik zəkası daha çoxdur və bu sualları onlar daha yaxşı analiz eləyə bilmişdi. Deməli, dərsliyin səviyyəsinə uyğun burada birinci sualdır ki, bu dərslikdən RFM çıxmaz da. Yəni buradan hər hansı bir müsabiqə sualı çıxa bilməz o dərslikdən. Nədirsə budur, belə bəsit səviyyəsi suallar. Biraz artırmaq istəyiblər ki, orada dərslikdə də mən dərsliyin izahını ayrıca videoda çəkəcəm. O dərslikdə heç bir cümlə bir sonraki cümləni izah eləmir. Gah oradan deyir, gah buradan deyir, nə deyir heç özü də bilmir. Və yenə dərslikdə də bir çox şey səhvdir. Həmin səhvlər burada da var, indi birazdan deyəcəm. Və burada B bəndində, məsələn, mən Elmara irad tutanda, indi dərsliyi yazanlar tək Elmar deyil də. Burada Elşad, Elmar, Elmir, Sevda. Yəni, bu insanlardır bu dərsliyi bu günə qoyanlar. Halbuki yeni dərslik yazılanda mən demişdim, yeni bilən biri yazsın da, yəni köhnələri və ya köhnələrin davamçılarını gətirib ora qoymaqla bilməyən insana daha da yaxşısın yaz, yox olmadı daha da yaxşısın yaz deməklə olmur. Yəni bu ilk burada yazılan 2-3 sual hardasa, yəni ki burada da PH-da səhv eləyiblər. Dərsliyin səviyyəsi budur. Yəni o dərslikdən bu suallar çıxa bilər. Artıq sual çıxmaz. Mən burada sualların hamısının bir-bir izahını çəkməyəcəm. Burada olan səhv sualları və səhv ifadələri, elmi kəşfləri, müəlliflərin elmi kəşfləri haqqında danışacağam. Təbii kitab izahı olacaq, amma hazırda indi mən sadəcə suallar üzərində danışmaq istəyirəm. Burada başda ki, o birinci sual çox bəsit. İkinci sualda B variantında deyir ki, məhlullar verilibdir və məhlulların hər hansı bir şəraitindən danışmadan uşağın beyninə artıq o səhv məlumat ötürüldü. Yəni, dərslik nəyə xidmət etməlidir? Deyir ki, tutaq ki, özünü müdafiə eləyəcək ki, biz uşaqlara ilk kimyəvi anlayış öyrədirik, giriş hissəni öyrədirik ki, uşaq tanış olsun. Axı, mən bunu, yəni, dinləyənlər özləri də bilər. Biri var, bilməyəsən. Heç nə bilməyəsən də bu barədə və onu öyrənəsən. Biri də var ki, beynində səhv bilgilər ola. Və sən orada yeni şeylər oxuduqca o səhvlərlə üst-üstə düşməyə və sənin 5 dəqiqədə öyrənəcəyin bir şey olur 25 dəqiqədə yəni vaxt çəkir 25 dəqiqə və ya heç öyrənə bilmirsən. Sən burada uşağın beynindən niyə səhv məlumat ötürürsən axı? Burada çünki bu adamın özü də bilmir. Yəni indi bu videodan sonra özünü müdafiə edəcək ki, biz uşaqları hər şeyə yıxırlar uşağın üstünə. Səhv deyirik ki, uşaq başa düşsün. Cümləyə baxın da, səhv deyirik ki, uşaq başa düşsün. Burada pH qiymətləri məhluldakı şəraitdən, yəni o miqdarlardan asılı olaraq dəyişə bilər. Qüvvətli turşu pH daha az olar. Bunu əzbərləyib də, yəni bu da zəif turşudur. Belə bir, indi biz bunu cavab xətrinə demişik, uşaq da yaza bilər, amma mən məsəl üçün pH-ı məcbur uşaqları daha düzgün keçmişəm. İndi bizim uşaqlar düz yazıbdır, amma bu səhv məlumatı sən uşağa niyə ötürürsən ki? Sonra üçüncü sualda, məsələn, yenə burada uşaqlar yazıb, burada müxtəlif qiymətlər var. İndi mən bunu da durub hesablamıram, vaxt getməsin. Məsələn, burada 4/25, 4/50, 4/50. Məsələn, burada C ilə D eyni olsa da, deyir ki, hansı məhlul digər məhlullardan fərqli qatılığa malikdir. Burada hamısı yəni digərindən fərqli ola bilər də. Ona görə də başa düşülür ki, burada yalnız B-nin bir özünə məxsus bir qiyməti var. Digərlərindən heç biri ilə ortaq qiymətə sahib deyil. B-ni yazıblar uşaqlarda. Amma yəni mən bunu uşaq yazıb yazmayıb üzərindən danışmıram. Sual müəllifi, bir müəllimin qələmindən bu sual çıxmaz da. Bu sual yəni hansı məhlulun qatılığı
qatılıq qiyməti digər heç bir məhlulun qatılıq qiymətinə bərabər deyil kimisindən və ya başqa bir cümlə düzəltmək olar. Plusdakı bu qatılıq da yenə molla izah olunur əslində. Burada hissəcik sayı ilə, dənə ilə yəni o fərqli bir cavab gəlir əslində. Düzdür, nisbət və ya o böyük-kiçik söhbətləri eynidir. İzah eləmək olar belə, olsun. Amma məsələn molu niyə izah eləməmisən və yaxud da 7-ci sinif mol və qaz üzərində danışılmalı idi əslində. Qazın xassələri və hansı ki, bu qazın xassələrini və molu uzun illərdir Azərbaycan kimyasını yəni izah eləyə bilmir. Müəllimlərin böyük hissəsinin burada problemi var. Molu uzun illər bilməyiblər və hələ də bilməyənlər var. Mən bu dediklərimi sübut da eləməyə hazıram. Eləmişəm də test toplusunda, müxtəlif müəllimlərin izahlarında edilən və hətta yazdıqları kitablarda edilən bu səhvlər bu gün belə davam eləyir, yəni. 7-ci sinifin dərsliyi yazılıb. Bu dərslik əsasında bəziləri var belə durub yazılanı kopyalayırlar o dəqiqə, göy yeni bir şey yazmış kimi və üstünə də biraz səhvlər əlavə eləyirlər, olur dərslik. Yəni həmin o problemlərdir ki, bu gün 7-ci sinifin dərsliyi bu gündədir. Ondan sonra 4-cü orta kütlə ədədi. Bu yuxarıda göstərdiyim o Elmar, Elşad, Elmir bütün E hərfi ilə yığıblar ora. 4 nəfərin elmi kəşfidir orta kütlə ədədi. Orta kütlə ədədi. Orta kütlə ədədi deyilən şey yoxdur. Yəni kütlə ədədi tam ədəd olmalıdır. Onun adı başqadır. Burada hesabladıkları şey də başqadır. Yəni səhifə 41-də olmalıdır. İndi buraları mən üstünü örtmüşəm, nə yazmışam. Uşaqlara doğrusunu izah eləmişəm. Dərslik izahında deyəcəm bunları. Bu orta kütlə əvvəla təbiətdə yayılması. Təbiətdə yayılmasını nə olduğunu demir və bir aşağıdakı məsələdə burada deyir ki, kütləcə. Burada kütlə deyil, mol payına görədir. Yəni bu adamlar hələ ilkin anlayışı bilmir, amma dərslik yazırlar. Və burada da orta kütlə ədədi sadəcə bunların kəşfidir. Yəni Azərbaycan kəşfidir bu. Dünya elmində belə bir şey yoxdur. Bunu orta kütlə ədədi adlandırmaqda nədir bilmirəm də. Yəni adım bilirəm, amma indi videoda demək istəmirəm. Yuxarı sinifdə düzəldəcək demisiniz, amma nisbə atom kütləsində də səhv eləmisiniz. İndi mən gözləyirəm siz yazıb bitirəsiniz ondan sonra. Çünki mən sizə buradan söz deyən kimi qaçıb o dəqiqə düzəldirsiniz. Deyirsiniz elə biz belə deyəcəkdik. Hansı ki Elmara tutduğum iradə özü məktubunda deyirdi ki, yox mən belə deyəcəkdim. Heç sonra deyə bilmədi halbuki. İndi deyirsiniz ki, deyin düzəltsinlər. İndi birini düzəldək, ikisini düzəldək də. Səhv 1 olar, 2 olar, düzəldərsən. Bütün kitab başdan ayağa səhvdirsə və yaxud da ki, problemlidirsə, bir-birini tamamlamırsa, bu savadsız adam tərəfindən yazılırsa, buna etiraz eləmək lazımdır. Bunu durub dəstəkləmək olmaz. Sonra bu sual gələk bura. Burada da məsələn bu pH yenə əzbər üzərindəndir. Bu uşaq burada bilmir ki, nə niyə baş verir. Bu əzbər nəyə lazımdır? Məsələn, mən uşaqlara bunun düzü variantını öyrətmişəm. Heç bu cədvələ baxmadan aşağıdakı sualları həll eləyibdir. Məsələn, bunu baxıram, bir müəllim var, izah eləyir güya. Bura baxa-baxa izah eləyir. Adının da qabağına yazıb refol. Hətta çaşır, bir də qayıdır, bir də baxır. Orada 2 cümlə çıxardıb. pH nə bilim nə olanda, niyə artır, niyə azalır bilmir heç. Ora uyğun bu rəqəmlərdən cavab çıxartmağa çalışır. Nəyə lazım bu? Siz burada şagirdin nəyini yoxladınız? Rəqəmlərlə işləməyini mi? Yenə dediyim kimi Azərbaycan kimyası 5 yox, hətta bu ildən düşdü. 4-cü sinif riyaziyyat. 4-cü sinif riyaziyyat. X, Y sistem tənlik və rəqəmlər. Biri böyük, biri kiçik. Kimya burada kimyalıq heç nə yoxdur. Çünki kimya tərəfi izah olunmuyor. Baxın, kimya buradaydı. Kimya buradaydı. Ki buranın kimyası səhv, riyaziyyatı elə bir yenə kimya səhv. Hardakı girirlər kimyaya, orada səhv. Ancaq bunların ki rəqəmdir. İşi peşələri rəqəmdir. Ki rəqəmlərdə də yenə kimya tərəfi bu sualda da səhv. Burada yazır ki, əgər germanium təbiətdə XY nisbətində olarsa, deyək, yalnız 70 və 72, yalnız XY. İndi kitabda yazırlar ki, təbiətdəki izotopların toplamı 100%-dir. Bu təbiətdə ümumiyyətlə hər şeydə. Məsələn, dünyada bir ağ ev varsa, bu 100%-dir. Biz bunu deyə bilmərik ki, təsəvvür eləyək 50%. Təsəvvür eləsək 50%, onda deməli ağ evdən 2 dənədir dünyada. Və yaxud da ki, məsələn, nə deyim,
nə misal deyim? Məsələn, tutaq ki, Qız qalası. Qız qalasından dünyada 10 dənədirsə, bu onu da 100%dir. Siz bunu təsəvvür eləyin, o 10 dənəsi 25%dir. Onda deməli bu 40 dənədir ya dünyada, ya da ki siz onu həm 10 qəbul eləyib, həm də faizini azaldıb. Burada artıq siz Pifagoru da söyürsüz, Mendeleyevi də söyürsüz. Azərbaycan xalqını da elə bu suallarla təhqir eləyirsiniz. Ay axmaq adamlar. Təbiətdə x, y-dən ibarət bu 70x plus 72y. İndi bu A bəndində nisbət düz gəlir. Uşaq bunu x plus y və buranı da 100 kimi düşünüb, əgər və burada rəqəmə baxın. 71,144. Buradakı uşaqlar bu rəqəmə baxıb bir neçəsi bu sualdan imtina eləyib. Başa düşməyib ki, kütlə ədədi 71,144,36,5 bu nədir? Başa düşməyib bu rəqəmi. Harası başda, harası axırdır. Bura yazın olur. Ondan sonra nöqtə, ondan sonra yazın 36,5 belə z nisbətində olarsa, bu nə yazı qaydasıdır, bu nədir? Bunu neçənci sinif yazıbdır? Ümumiyyətlə ki, bir çoxu elə 3-cü sinifdə qalıb əslində. Sadəcə Azərbaycanlı deyə diplom alıb. Nəysə, bu tənlikdən indi bir şey çıxartdı, x, y nisbətini aldı. Yaxşı. İndi uşaq 100% götürsə, x ilə y-in cavabı başqadır. Məsələn, gətirib burada həmin rəqəmləri qoysa, toplamı, uşaq deyir ki, müəllim, toplamı 100 oldu və bunlara qalmadı axı deyir. Deyir, ben buna görə sualı problemli gördüm və yazmadım. Ki, həqiqətən də sual problemlidir. Aşağıda 2 dənə z var. Məsəl üçün, bu z-ə görə indi buranı 100 götürsə, götürənmir. Çünki 2 z var. Məcbur nələrsə hesablayır. Sonra buradan hesabladığını təzədən gətirib yuxarı qoyur. Yuxarıda x, y nisbətindən əslindəki olmalı olan faizləri tapır. Qısası, sualın şərti problemlidir. Olmalıydı, burada təbiətdə sözün çıxmalıydılar. Deməli idilər ki, germanium 70 və 72-dən bu nisbətdə götürsək, yenə orta dirək Şaban yox, başqa addır bu, alimlər. Sən gətirib məcbur elətdirirsən ki, get təzədən qoy yerinə bunları buradakı rəqəmlərə görə böl. Bu z-ləri tapmısan, oradan gətir bunları hesabla. Onu eləyər uşaq. Axı gəlir ki, mən onlara ağılla öyrətmişəm də, sizin kimi yox. Sizdən ağıllı uşaqlardır onlar. Bu sualı yazanlardan ağıllı uşaqlardır. Necə ki, bu sualın özünü belə deyirəm, yuxarı baxa-baxa həll yazan müəllimlər. Heç mənim uşaqlarım bunlara baxmayıb yazıb. Yəni o baxır təbiət sözünə, deyir ki, düşünür ki, qarşısındakı da ağıllı adamdır. Buradan bundan nəsə istəyir bəlkə. Və bu tapa bilmir. Bu rəqəmə baxır, əlavə bir çaşqınlıq. Yəni bu bir imtahan ləğv edilməlidir. Axı bu 7-dir. Mən sizi sıxışdıranda o kitab yazanlar, sizi ki o belə boğazınızdan yapışıb boğuram. Necə ki Elmar ağlayırdım məktub yazanda ki, mən metal, qeyri-metal, yarı metal sözün verməmişəm. Niyə? Kurikulum, nə bilim, uşaq yaşı nə? Burada nə var ki? Nə yaş var ki bunların qabağında? Yəni bu sualları verə bilirsən. Yarı metalı mı verə bilmirdin? Yəni öz bilmədiyini boynuna almayıb. O kənara sıxışanda uşağın yaşını qoyursunuz ortalığa. Nə bilim, orta kütlə ədədi səhvində uşağın yaşını qoyasınız ortalığa. Bu pH məsələsində uşağın yaşını qoyasınız ortalığa. Bəs burada sizin uşağın yaşı unudulur. Yaxud bu sözü indi kitabda təbiətdə 100% ilə öyrətmisən. Sən burada uşağın yaşını unutdun artıq. Yəni o sərf eləyəndə bir pəncərədən, sərf eləməyəndə başqa pəncərədən baxırsınız. Bax, bu da sizin vicdansızlığınızın, savadsızlığınız ucbatından yalan danışmağınızın ən əsas göstəricilərindən biridir. Gələk bu suala. Mən əvvəla sual vermək istəyirəm. 7-ci sinif dərsliyində əmsal varmı heç? Əmsal izah, hələ heç nə yox. İkincisi, əmsallaşdırma varmı? Əmsallaşdırmanın indi müəyyən qədər atom, molekul və belə şeylərinin göstərmişsiniz. Heç onu da göstərməsəz ondan yaxşı. Əmsallaşdırma da yoxdur. Yaxşı. İndi deyək ki, tutaq ki, əmsallaşdırmanı da RFM hazırlaşan uşaq öyrənməlidir. Halbuki 7-ci sinif dərsliyindən düşəcək deyilib, heç onu da öyrənməməlidir. Amma nəysə də öyrənsin. Bəs ay uşağa şərəfsizlik eləyənlər, yük balansı öyrənibmi uşaq? Yük balansı. Heç hər şey cəhənnəm. Bir molekulun ümumi yükünün 0 olmağını öyrənibmi? Hardan qala reaksiyanın yük balansından danışılır. Bir oksidləşmə reduksiya öyrənibmi? Oksidləşmə reduksiya hesabı öyrənibmi?
ki, hələ onu reaksiyaya tətbiq elə. Burada yazacaq x plus h müsbət plus yod mənfi plus su alınır. Burada da deyir ki 1, 16, 6, 8 və alınır xrom 3 müsbət plus h müsbət plus yod 2 plus h2o. Burada da əmsallar deyir ki 2, 2, 3, 15. İndi islah eləyək şeyləri, eyni olanları. 14h müsbət plus 6 yod mənfi x plus, burada indi su da gedir. Su getdiyi üçün burada olur 2 xrom 3 müsbət plus 3 yod 2 plus 7 H2O. İndi bunu yazar. Burada görər ki 2 xrom var. Bunun içində demək xrom 2 olmalıdır. Oksigen 7 oksigen olmalıdır. Yod bərabər, hidrogenlər bərabər. Dab durub burada yük balansı bu uşaq hesablayanmaz. Sağdakı yüklər, soldakı yüklər. Xrom 2O7 var ya yoxdur belə bir şey ki mən bura durum iyon verim. Bu açıq aşkar, yəni bu şərəfsizliyin zirvə nöqtəsidir bu imtahanda. Bu sualı hansı ağıllı yazıbdır? Yəni siz düzdür, bəziləri, bir çoxu daha doğrusu RFM olimpiyada deyə sırıyır ki, güya bu da olimpiyada müəllimidir. Axı bu olimpiyada deyil, bu fən müsabiqəsidir. Dərsliyə əsaslanan fən müsabiqəsi. Dərsliyiniz səviyyəsizdir. Uşaqların istedadını ayıra bilmirsiniz. Oradan sual yazsınız, hamı yazacaqsa, bu uşağın günahı deyil axı. Bu sizin axmaqlığınızdır. Bu sizin savadsızlığınızdır. Sonra burada bu ortadakı cümlə nə işə yarayır bilmədim. Bu bir. İkincisi, uşaq nisbi atom kütləsi, molekul kütləsi orada dərslikdə məsəl üçün səhv izah olunub əvvəla, orta kütlə ədədiylə. Birincisi, burada karbonun 12, hidrogenin 1, və bunları niyə verməmisiniz? Bunları uşaq hardan bilsin? Və mən yenə deyirəm, bunları indi kopyalayan adamlar da bunu o dəqiqə yazır. Və yaxud da YouTube-da bu sualları götürürlər, heç biri analiz eləmədən yazır. Yəni, bunlar deyir və bunları dəstəkləyən, bunların yolundan gedən, beynini işlətməyi bacarmayan bir ordu müəllim də var. Təbii ki, hamısına aid deyil. Və buna görə də bu problemlər daha tez zamanda üzə çıxmır. Yəni, orta kütlə ədədi yazır, heç kim sorğulamır ki, bu nədir, nə olan şeydir. Ortadakı o cümlə nəyə lazımdır? Dərslikdəki səhvləri də qatmıram da. Məsələn, nisbi atom kütləsi heç yoxdur dərslikdə. Və molekul kütləsinin hesablanması da yoxdur. Məsələn, bir H2O-nun 2 bu, 16 bu, belə molekul olaraq da yanaşmayıblar. Ancaq izotop kütlələr və belə. İndi yaxşı, bunlar heç də bunları bilsin, uşaq bilsin. Heç olmasa şeyləri ver. İkinci, buranı yazmışsan, uşaq baxır, deyir ki, bura nə yazıblar ilahi. Nəyə lazım? Mən axı deyir, oradan istifadə eləmədim. Yəni, anormal, bu qədərmi anormal? Nəysə, yəni, xalqımız nə qədər ki, bu tip insanlara susur ki, xalq da müəyyən qədər artıq bilgisiz qalıbdır və bu bilgisizliyindən də xalqın maksimum istifadə eləyən o, bayaq dediyim kimi o maşın alverçiləri olur ya, bəzi o hiyləgər maşın alverçiləri və o tipdə müəllimlərin əlində qalıblar və həmin müəllimlər bugün artıq nazirlikdə dərslik yazan səviyyəsinə qədər qalxıb, nə bilim, sual yazırlar filan. Sualı yazan kimdir bilinmir burada. Sualı yazan məsələn bunker sistemi ilə yazmayıbdır. Bu sualı yazan öz şagirdlərinə sualı ötürüb-ötürməyib bəlli deyil. Bax, burada həm şəffaflıq pozulub, həm standartlar pozulub, həm də üstünə səhv suallar yazılıb. Yəni, bu imtahan təkrar keçirilməlidir. Bunu mən şagirdlərim yaza bilməyib deyə demirəm. Mənim şagirdlərim yazıblar. Mən ümumi səviyyə baxıram. Mən sadəcə özümü, öz uğurumu, öz işimi düşünən adamlardan deyiləm. Mən ölkəni düşünürəm. Yəni, bu dərsliyi yazanlardan fərqli olaraq və onları idarə edənlərdən. Belə şey olmaz. Yəni, bunu düşmən belə düşməninə eləməz.